Futsal milli komandamız təlim məşq toplanışı keçirir. Əsasən gənclərin yer aldığı yığmamız məşqlərini yekunlaşdırmaq üzrədir. Bakı toplanışından sonra seçməmiz səfərdə Gürcüstan, ardınca Qazaxıstanla 4 yoxlama görüşü keçirəcək. Bu qarşılaşmalarda 15 futsalçıya güvənəcək millimizin baş məşqçisi Yevgeni Kukseviç sözü gedən oyunlara olduqca ciddi yanaşdıqlarını bildirib. Aprel ayının 5-dən daha komplekt heyətlə təlim məşq toplanışı keçirik. Qarşıda bizi Gürcüstan və Qazaxıstan milliləri ilə 4 çətin oyun gözləyir. Gürcüstan seçməsi Avropa təcrübəsinə malikdir. Qazaxıstan isə sonuncu mundialın bürünc mükafatçısıdır. Komandamızda gənc oyuncular çoxluq təşkil edir. Oyuncularımın bu maçlarda nəticə qazanmasından savayı inkişaf etməsi bizim üçün daha önəmlidir. Onlarda günü-gündən artım olduğunu müşahidə edirəm. Qısa müddətdə 4 oyunda meydana çıxmağın çətin olacağını bilirik. Amma bu etapı müsbət şəkildə tamamlamalıyıq. Komandamızın üzvlərindən Pünhan Qasımzadə səfər maçları ilə bağlı danışıb. Bu qarşılaşmalar bizim üçün çox böyük əhəmiyyət daşıyacaq. Qarşıdakı çempionatlar üçün, dünya çempionatı üçün bizim üçün yaxşı motivasiya olacaq. İnşallah yaxşı hazırlaşırıq. Komandada əhval-ruhiyyə yerindədir. Məşqçimizə güvənirik. Mən komanda yoldaşlarıma güvənirəm. İnşallah ki, yaxşı nəticələr verəcəyik. Bugün hazırlığı başa vuracaq yığmamız Gürcüstana yol düşəcək. Seçməmiz aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, 13 və 15-də isə Aktauda Qazaxıstan millisi ilə qarşı-qarşıya gələcək.